Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində gördüyünüz bu ev 4 otaqlı evdir. Demək, Saray qəsəbəsində 4 otaqlı ev satışa çıxarıldı 75.000 manata. Qiymətindən narahat olmayın, endirim eləyəcəksiniz də qiymətindən. Hələ qiymətindən endirim də olmayacaq. Ev sahibi özü ustadır qardaş. Bax, bu evi özləri üçün tikiblər, şəxsi özləri üçün tikilmiş evdir. 3 sotun içində 4 otaqlı ev. 75.000 manata. Bilirsiniz, harada yerləşir? Birinci siftabara çatmamış solda. Yoldan hardasa 250-300 metr məsafədədir. Həm də fərdi yaşayışdır. Həm də bu evi alıb, kupça ala bilib qeydiyyata düşə biləcəksiniz. Hal-hazırda çəkilişimizi mətbəxdən başlamışıq. Bax, aspirator, qaz peçi, tək mətbəxə 4000 manata yaxın pul verilir. Gəlib görəcəksiniz. Təptəzə mebeldir, evin içərisində qalacaq. Bunu izah eləməyə ehtiyac yoxdur. Sonra, qoşadaş kubiklə tikilib, fundamentli kəmərli evdir. Bunları çöldən göstərəcəm. Yavaş-yavaş yaxınlaşaq. Bax, bu mətbəximiz idi. Laminatına bir dənə baxın. Bax, qəşəng elini laminatlardan vurulur. Evdə aboy qapılar qalıb da, hə? Hə, gəlin bir dənə bax, buradan durun, bax, bura gəlin, bax, bura. Bax, zəhmət olmasa bir dənə buranı göstərək. Görürsünüz, bax, bütün otaqlara pulçatın, hamısı səliqə, şahmanla, atdelini ayrılıb, görürsünüz. Damafonu var. Bu, bunun kaydorudur. Böyük bir kaydordur. Hündürlüyü nə qədərdir usta bunun? 3.30 bunun hündürlüyüdür. Yerdən patoloka qədər 3 metr 30 santdır. Görürsünüz, belə videodan da baxanda görürsünüz. Həqiqətən çox hündür, belə ab-havalı evdir. Gəlib görəcəksiniz. Koridordan sonra davam edək birbaşa qonaq otağına. Bax, bu qonaq otağıdır. Qonaq otağı neçədir? 6.60-ın 4-ə. Təsəvvür edin, 6.60-ın 4-ə ancaq qonaq otağıdır, yəni zalı. Bir də təkrar edirəm, bu iş elə görülür ki, bir dənə aboyu qalıb da. Bunun üstündən aboy vurmaq olur. Elə bunun üstündən aboy vurursunuz, bütün hər işlər görülür. Bir də qapılar qalıb. Aboyu qapılar qalıb. Qalan bütün işlər görülür. Bir də nə izah eləmək istəyirəm? Bütün evin polu monolitdir, betondur. Polu monolitdir, evdə radiator olmayacaq, hamısı isti poldur. Hamısı isti poldur, kombisi də var, kuxuna mebeli də var, pütümütka da var. Yox. Pütümütka yoxdur, elə kombidən istifadə olunur. Mətbəxi göstərdim, qonaq otağını göstərdim. İndi gəlin, burada bir yataq otağı var, ora baxaq. Bax, bu bir yataq otağıdır. Bu uşaq yataq otağıdır. Uşaq yataq otağı neçədir? 350-nin 350-yə. Bir otaq buradadır. Sonra bu neçə? Bu da 4-ün 350-yədir. Bu da oğlan qızda ayırmışsınız deyəsən. Hə, bu da uşaq yataq otağıdır. 4-ün 350-yə budur. O birisi yataq otağı. O böyük də, hə? Hə, indi ən böyük yataq otağına baxın. Zəhmət olmasa buranı göstərək. Bu neçədir? Bu 450-nin 4-ə. 450-nin 4-ü də bu yataq otağıdır. 4 otaqlı evdir. 75.000 manatadır, 3 sotun içində fərdi yaşayış. Yəni siz bunu alacaqsınız, hə, qeydiyyata düşə biləcəksiniz deyəcəm. Telefonu zəhmət olmasa düz saxlayın. Gəlin bir dənə sanitar qovşağına baxaq. Bax, görürsünüz, bunun qapısı da fərqli qapıdır. Bir dənə zəhmət olmasa içərisini göstərək. Bu neçədir? 320-nin 1.80. 320-nin 1.80-da da sanitar qovşağıdır. Bax, hazır vəziyyətdən, onu da kabin içində nəzərdə tutursunuz. Hə, yox. Bax, belə. Bir dənə burada göstərin, davam edək həyətə. Evi demək olar ki, hamısını sizə göstərdim, izah elədim. 75.000 manatadır. 3 sotun içində 4 otaqlı ev, çox yüksək keyfiyyətlə tikilmiş evdir. Burası da ki, betondur da, hə? Burada betondur. İndi həyəti göstərirəm, bir dənə həyətə baxın. Gəlin, yavaş-yavaş telefonu düz saxlayın. Neçə pilləkən üstündədir? 8 daş kürsülüdür. 8 daş kürsülü. Bax, həyətə baxın, görürsünüz həyətin böyüklüyünü. Bax, xüsusi ağac əkmək üçün, bağ üçün yer saxlanılıb, düşürür telefonda. Və ağac üçün, gül üçün yer saxlanıb, burada da ki, belə maşın saxlamağa, yəni belə tamet olacaq da bura. Görürsünüz nə qəşəng betonu tökülüb. Bir dənə zəhmət olmasa, oradan bax, darvazanı görürsünüz. Su sayğacı, qaz sayğacı, işıq sayğacı, kanalizasiyası mərkəzidir. Hamısı qaydasında olan bir evdir. İndi belə evi göstərək. Bax, bu da bizim evimizdir. Evə baxın. Görürsünüz. Bax, bu evdir. Bax, bu ev. Bir də izah edirəm. 75.000 manatadır. Yoldan 250-300 metr məsafəsi var. Fərdi yaşayışdır. Yəni, bu evi alıb birbaşa qeydiyyata düşə bilərsiniz. 75.000 manatdan hələ ev sahibi yenə endirim eləyəcək. Baxdınız da, aboydu, qapıları qalıb. Elə böyük bir katastrofik işi qalmayıb. Bütün işlər görürük. Qaz, su, işıq, hamısı yerindədir. Kanalizasiyası mərkəzidir. Sənədi də ki, kupçalıdır. Yəni ki, alıb bu evi qeydiyyata düşə biləcəyiz evdir. 75.000 manatdan ev sahibi özü endirim eləyəcək. Sağ olun.